Salam dostlar, bax, dünyanın bütün ingiliscə sözlərin olduğu lüğət, Oxford lüğəti. Bunu oxumağa davam edirik. Lüğətləriniz yanınızda olsun, bilmədiyi sözləri qeyd edə bilərsiniz. İndiyəcən eşitmədiyin sözlər ola bilər. Davam edirik. Deməli, burada qalmışdıq. Account-un feil kimi tərcümələrinə baxacağıq. Deməli, to have the opinion that somebody, something is a particular thing. Bu lüğət belədir. Bildiyiniz o ənənəvi lüğətlərdən deyil. Məsələn, İngilis Azərbaycan, İngilis Türk, İngilis Rus, o şəkildə deyil. Burada İngilisdir. Oxford Universitetinin nəşriyatıdır bu. O şəkildə, yəni İngilis surada izahını verir. Və biz də bir sözdən onun izahını tapacağıq. Bizim dilimizdə qarşılığını tapacağıq. Nəsə, getdik. To have the opinion that somebody, something is a particular thing. Bir fikrə gəlmək. Hansısa bir fikirdə olmaq. Ki, bir adam, bir kəs müəyyən bir şeydir də, yəni müəyyən bir xüsusiyyəti daşıyır. İndi onu tam dəqiqlə biləcəyik. Məsələn, in English law, a person is accounted innocent until they are proved guilty. Deməli, burada bizim sayılmaq deməkdir, yəni bir sözlə ifadəsi, sayılmaq. İngilis qanunlarında deməli, a person, bir şəxs sayılır. Nə sayılır? Günahsız sayılır. O vaxta qədər ki, onların günahı sübuta yetirilib. Ondan sonra yəni, günahları bilinməmiş, o adam hələ də günahsızdır. The event was accounted a success. Hadisə bir uğur hesab olundu. Accounted. Hesab olundu. Hesab etmək kimi də demək olar. Hadisə hesab olundu, hesab edildi. There is no accounting for taste. Bu nə deməkdir dostlar? There is no accounting for taste. Rənglər və zövqlər tartışılmaz. Yəni, mübahisə edilməz. Saying də dostlar nə deməkdir? Atalar sözü, məsəl. Bu saying. Used to say how difficult it is to understand why somebody likes something that you do not like at all. Yəni o zaman işlənir ki bu söz, sən o vaxt deyirsən ki, necə çətindir başa düşmək. Niyə bir nəfər bir kəsi, bir şeyi xoşlayır, hansı ki sən xoşlamırsan. Yəni, sən xoşlamadığı o necə xoşdur, bunu başa düşə bilmirsən. Onda bunu deyirlər bu sözü ki, there is no accounting for taste. Not at all da burada heç bir şəkildə, heç bir dərəcədə deməkdir. Yəni, əsla, heç bir dərəcədə sən istədiyi xoşlanır. Yəni, rənglər və zövqlər tartışılmazdır. Yəni, hərənin öz zövqü vardır o mənada. Yəni, burada başa düşüləcək, düşünməyəcək çətin bir şey yoxdur. She thinks he is wonderful. Burada da nümunə cümlə var. Oh, well. There is no accounting for taste. O düşünür ki, yəni qadın cinsində, o düşünür ki, kişi onun gözəl olduğunu düşünür. Yəni, o qadına görə kişi gözəldir. Əla biridir. Oh, well nə deməkdir dostlar? Yəni, nə eləmək olar? Bizim dildə deyirik, axı nə deyəsən, eyib etməz. Nəysə. Belə demək. Belə deməkdir. Oh, well. Nə eləmək olar? Yəni, onun da zövqü odur da, yəni o mənada. There is no accounting for taste. Yəni, onun da zövqü odur. Account for something. Bu nə deməkdir? Account for something. To be the explanation or cause of something. Yəni, nəyinsə səbəbi və ya izahatı olmaq. Explain, sinonim explain, yəni izah etməkdə. The poor ya da poor, iki cür demək olar bunu. Poor ya da poor. The poor weather may have accounted for the small crowd. Small crowd. Deməli, deyir ki, pis hava şəraiti nədir? Səbəbi olar. May have accounted. Yəni, nəyə səbəb olar? Səbəbi ola bilər. Kiçik
insan izdihamının səbəbi ola bilər. Yəni kiçik adamlar, çox az adam gəlibsə, deməli hava şəraiti yaxşı deyil. Yəni səbəb odur. Oh well. Niyə eləmək olar? That accounts for it. Yəni nə deyir burada? Mütərizədə yazıb bax burada. I understand now why it happened. Yəni ki, indi bildim deyir niyə bu baş verib. Yəni səbəbini bildim deyir. Nə deyir? That accounts for it. Hə, səbəbini deyir bildim. Sonra ikinci mənası var. To give an explanation of something. Nəyinsə izahını vermək. Yenə də explain kimi, yəni izah etmək. Deməli, how do you account for the show's success? Sən bu nümayişin, bu göstərinin uğurunu necə açıqlayırsan? Üçüncü mənası, to be a particular amount or part of something. Nəyinsə konkret, müəyyən bir məbləğ olmaq və ya hissəsi olmaq. The Japanese market accounts for 35% of the company's revenue. Deməli, Yapon bazarı şirkətin revenue şey demək dostlar, gəlirinin 35%'ni oluşturur. Sonra dostlar, account for somebody something. Görək bu nə deməkdir? To know where somebody something is. Yəni bilirsən ki, kimsə nəsə hardadır, or what has happened to them və onlara nə olub, especially after an accident. Xüsusilə də qəzadan sonra. All passengers have now been accounted for. Bu nə deməkdir? Yəni yeri, durumu təsbit edildi. Hə. Bütün sərnişinlərin indi yeri təsbit edilmişdir. Sonra to defeat or destroy somebody something. Kimisə nəyisə məğlub etmək və ya dağıtmaq, məhv etmək. Are anti-aircraft ya da anti-aircraft guns accounted for 5 enemy bombers. Yəni bizim zenit silahlarımız, yəni hava hücumundan müdafiə toplarımız, silahda qandı. Nədir? Accounted for. Məhv etdi 5 düşmən bombers, bombardımançı təyyarəsini. Accounted for something to somebody. Bu nə deməkdir? To give a record of how the money in your care has been spent. Hesabını vermək ki, pul deməli hesabın sənin how the money in your care has been spent. Yəni pul necə xərclənib də sənin yığdığın pul. Bax burada bir söz var, care. Dostlar nə deməkdir? Bax bu care, onu sizə deyim. In the care of somebody. Ya da in somebody's care. In the care of somebody ya da ki in somebody's care. İki cür ifadədir. Yəni öhdəsində, məsuliyyətində, nəzarətində, himayəsində. Yəni sənin öhdəndə, sənin nəzarətində olan pulun necə xərcləndiyinin hesabatını vermək. We have to account. Biz neynədik? Hesabını verdik. Baxın, we have to verməliyik, have to. Biz hesabını verməliyik for every penny. Every penny yəni hər qəpiyin deməkdir. Hər bir qəpiyin yəni deyir hesabını verməliyik. Hansı ki we spend on business trips. Biz işgüzar səfərlərdə xərcləmişik. O hər qəpiyin hesabını verməliyik. Bura qədər dostlar, buradan o tərəfə oxuyarıq.